Aman salamlayıram. Bugünkü videoda yuxarı ətraf əzələlərin, həmçinin boyun əzələləri ətrafı yerləri gücləndirmək məqsədilə bu videonu çəkiliş edirəm. Lazım olan avadanlıq yalnız idman topudur. 1.70 boyundan aşağı olan insanlar üçün məsləhətli olacaq 40-50 ölçülü deməli top əldə etməyə. 1.70 boyundan daha artıq yüksək olan adamlar üçün 50 sm və daha artıq böyük top məsləhətlidir əldə etməyə. Icra hərəkətlərimizə arxa boyun əzələ strukturların gücləndirilməsi üçün uzanmalıyıq topun üstündə üzü aşağı tərəf. Uzanandan sonra ayaqlarımız düz şəkildə göydə qalacaq, pəncə hissələr isə yerə sıxılacaq. Bu vəziyyətdə əllərimizi ya topa büküb ucu saxlaya bilərik, ya da ki, hərəkəti nisbətən daha mürəkkəbləşdirmək üçün əlləri arxaya göydə saxlaya bilərik. Birinci yüngül variantda əllər topun üstündə, başımız düz şəkildə aşağı enir, başın arxa hissəsi ilə deməli boyun hissəni qaldırırıq göyə. Bu şəkildə. Qayıtdıq, qaldırdıq. Qayıtdıq, qaldırdıq. Fikir verdiyiniz kimi bel hissəm düz qalıb. İşləyən hissə kürək nahiyəsidir. Həmçinin də kürəyi işdən söndürmək üçün sinəmizi topa sıxıb yalnız boyun nahiyəsində işə qoşmuş olacağıq. Sırf boyun hissəmiz hərəkəti icra etmiş olur. Necə etmək var? Bir təkrarda boyunu yalnız işlətmək. İkinci təkrarda isə artıq sinə şöbəsini işə qoşmaq. Bu iki nahiyə bir işləməlidir ki, boyunuzun sabitliyi qorunsun. Və üçüncü mürəkkəbləşdirici variant, əllər göydə qalır. Boyun sinə qalxdıqca, əllərimiz nisbətən çölə fırlanaraq, kürək sümüklərini birləşdirdik və bütün bədəni ilkin vəziyyətə qaytardıq. Keçirik nəfəs mövzusuna. Hərəkət zamanı nəfəsi düzgün alıb buraxmaq lazım olacaq. Burada biz bədəni yuxarı tərəf qaldırarkən nəfəs çıxmalıdır çölə tərəf. Aşağı inərkən burundan nəfəs içəri daxil olacaq. Və yenidən. Sonuncu mürəkkəb variantda nisbətən bel nahiyəsi daha işə qoşulacaq. Amma özümüzü topdan maksimum uzaqlaşdırmaq məqsəd daşımamalıyıq. Yəni onda bel nahiyəmiz işə qoşulur. Məqsəd boyun sinə şöbələridirsə, onda beli maksimal işdən azad etmiş olmalı. İkinci hərəkətdə yan üstə uzanıb boyun nahiyəsinin yan əzələlərini işə qoşmuş olacaq. Sağ tərəf uzansaq, sol ayaq irəlidə, sağ ayaq geri tərəfdə qoyulur. Sağ əlinizi yerdə, istəsəz bükülü qoyun, istəyirsiniz düz qoyun. Mən seçimim bükülüdür, digər qolumuz bükülü. Başın üstündə, yan tərəfdən və baş enlində nəfəs alacaqsınız. Bədən başını bir qaldırarkən nəfəsi verəcəksiniz. Nəfəs aldıq və nəfəsi verdik. Və bu qaydanı digər tərəfə icra etmiş olacaqsınız. Növbəti hərəkətdə topun üstündə, arxası üstə qalırıq. Bu vəziyyətdə uzananda bizim ilkin duruşumuz nədən ibarət olmalıdır? Ayaqlar nisbətən çölə tərəf açılmış şəkildə, canaq nahiyəsi isə bir balaca aşağı tərəf inməlidir ki, bizim ayaq bucağımız yaransın. Artıq bu şəkildə dayananda yıxılma ihtimalı qat-qat azalır. Yəni bədənimizi biz sabitləyib ərazidə saxlamağa imkan yaratmış oluruq. İndi kürək nahiyəsi və boyun nahiyəsi topun üstündə uzanacaq. Bu vəziyyətdən əllərimiz başın qıraq hissəsində olur və nəfəsi verib, başımızı nisbətən topdan qaldırıb, irəliyə tərəf hərəkəti icra edərkən nəfəsi vermiş olmalıyıq. Həmçinin də dirsəklərimizi bir-birinə nisbətən yaxınlaşdıracağıq. Nəfəsi ilkin vəziyyətə aldıq, bir balaca qalxıb nəfəsi verdik. Yenidən nəfəsi aldıq, nəfəsi verdik. Hərəkət maksimal dərəcədə asla sürətlə icra olunmalıdır. İkinci variantda nisbətən arxaya gedirik, kimin ki idmanda hazırlığı var, yəni bir müddət idmanla məşğul olursa, canaq hissəsini biraz yuxarı qaldıra bilər ki, müvafiq hərəkəti çətinləşdirmiş olur. Yəni biz balansı tutmaq çalışırıq. Həmçinin bunu icra edəndə başlayıq daxildən gövdə əzələlər işə qoşulmağa. İrəli hissədən sinədir, qarın əzələləri, yan qarın əzələlərdir, həmçinin də ayaq əzələlərdir. Və bu vəziyyətdən əllərimizi göyə baxır, artıq boyun nahiyəmiz düzdür, arxaya əyilir və bu vəziyyətdən biz özümüzü irəliyə aparıb, yuxarı qarın əzələlərimizi sıxırıq və boyundakı əzələləri yaxdan birləşən işə qoşmuş oluruq. Nəfəsi aldıq, nəfəsi verdik, nəfəsi aldıq, nəfəsi verdik. Burada bizim boyun əzələrimiz statik vəziyyətdə işləyir, yəni uzunluğu sabit qalır, düzünlüyü artır bu hərəkətlər. Nəfəsi verdik və nəfəsi aldıq. Hərəkətlərin köməyi ilə boyunda olan zəifliyi nisbətən azaldıb, gücü, özünlüyü artırıb və həyat keyfiyyətinizi normallaşdıra bilərsiniz. Hərəkətdə icrasından əvvəl həkimlə, travmatoloqla məsləhətləşmək tövsiyəlidir. Yəni bu hərəkətlərə baxmaq lazımdır sizə. Məsləhətlidirmi icra eləmək yoxsa yox, boyunuzda protruzya, yırtıq və s. problemləriniz mövcuddurmu yoxsa yox? Normal qaydada əgər boyun nahiyəsində əzələ zəiflikdən başqa daxildə olan probleminiz yoxdursa, bu hərəkətləri rahat şəkildə icra edə bilərsiniz. Sizə oğullar bilirəm və növbəti videolarda məni izləməyi unutmayın.